Değerli izləyicilərim, Allahın salamı olsun sizlərə, hər birinizə, tək-təkimizə. Əsl bağ evi belə olar, Kərbalay, düzdür, şəxsi tikili. Təsəvvür eləyin ki, bu evə, bu bağa sahibi bir yarım saat 40 dəqiqə olarda oturmuşam, ağsaqqalla söhbət edirəm. 1 milyon manata yaxın bu evə xərc qoyub, bu gördüyünüz bu evə. 10 sotun içində olan bu evə. Bu dəqiqə pul lazımdır deyənə, belə deyim də, yarıdan da yarı aşağı düşür də qardaşım. Yarıdan da yarı aşağı düşür. Bu dəqiqə yəni təcili pul lazım olduğuna görə ağsaqqal bu evi satışa qoyub. Bu evin çox uzun hekayələri var. Ağsaqqal bir-bir oturdu mənə göstərdi hamısını. Tikili işləri, hər bir şeydə sıfırdan, boş torpaqdan necə başlayıb bu evin tikilişinə. Təsəvvür bir şey ki 18 dənə kolonu var bu evin. 18 dənə kolonu var. Canım sizə desin. Evdə bir dənə 32-likdən başqa armaturla istifadə olunmayıb. Sənədimiz də kupçadır. Hələ evdə bir dənə hekayələr var, mebellər var ki, nə bilim, xaricdən gətirib. Yəni o dərəcədə də ərazidə 10 sotdur. 10 sotun içindədir. Bu ağaclarına kimi, hər bir şeyinə kimi evdə olmayan bir şey yoxdur da qardaşım. Olmayan bir şey yoxdur. Yəni mən özüm də təkdən-tükdən belə evlərlə yəni rastıma çıxır qardaşım, həqiqətən. Gedək Kərbalaya. Evi göstərim. Evin də belə deyim də ərazi 10 sotun içindədir. Evin də kvadratı hardasa 450 kvadrata yaxındır. 450 kvadratdan da çoxdur. 3 mərtəbədir. İndi keçək Kərbalaya. Evimizlə tanış olaq. Dəyərli izləyicilərimə evi də göstərim ki, görün full əşyalı bu şəxsi tikili bu qiymətə. Qiyməti deyim də heç neçəyə qardaşım. 1 milyona yaxın ağsaqqal xərc qoyub bu evin qiyməti qardaşım cəmi cümlətanı 390 min manata. 390 min ver, gəl götür apar. Kupçalı, hər bir şey qaydasında. Keçək bir dənə evimizlə tanış olaq. Kərbalay, onu da nəzərinizə çatdırım ki, evdə dinlaş sisteminə var. Yəni, sən demə bu yağış suları var, yağır ki var ha. Onun üçün ağsaqqal ayrı bir kanalizasiya sistemi deyim çəkdirib ki, yağışları ayrı kanalizasiyaya tökülür gedir. O dərəcədə. Tək katlavanına deyir, katlavanına. Şəkilləri var da, gələn adam inşallah baxacaq şəkillərə bir-bir, videolara, çəkilişlərə, hamısına bir-bir. 1.70 tək katlavanına beton töküb bu kişi. Allah ağsaqqalın ömrünə bərəkət versin. Bura giriş hissəmizdir, qardaş. Bax, giriş hissəmizdir bura. Bax, belə bir zalımız var. Bax, mebellər, zatlar hamısı yəni bahalı şeylərdir, qardaşım. Evin də kvadratı dedim də 450 kvadrata yaxındır, qardaşım. Kupçamız da, hani kupçamız var? Kərbalay. Bax, çıxarışımız da əlimizdədir. Yəni, özüm baxmışam sənədlərə. Ünvanımız da, qardaşım, deyim də harada yerləşir. Bakı-Sumqayıt yolunda. Gəldin, saray postuna çatmamış, 200 metr çatmamış saray postuna. Yoldan və 50-60 metr. İçəri olar olmaz, trasdan, mərkəzi yola. Düz yolun qırağıdır. Gəl, qardaşım, bax. Pilləkənlər hamısı betonlu, göstərəcəm hamısını. Videomuzun gözlə, ona görə tez göstərəcəm. Bax, bizim bu belə gözəl mətbəximiz. Gör nə gözəldir mətbəximiz. Dəyərli analar, bacılarımız üçün belə bir gözəl mətbəximiz. Və buradan da yay mətbəxinə, buradan da belə çıxışımız var, bax, yay mətbəxinə. Buradan çıxdım, bax. Orada qəşəng turşuyu qoydum, bağladım. Gəl bura, qardaşım. Birinci mərtəbədə olan hamam sanuzelimiz. Qalxaq, ikinci mərtəbə. Kərbalay, onu nəzərinizə çatdırım ki, dəyərli izləyicilərim. Birinci mərtəbə var ha. Birinci mərtəbə splaşnoy istipoldur. İkinci mərtəbədə hamısı ataplen sistemidir. Və bütün ara kəsmələr hamısı monolit betondur. Otağa bax bir dənə Kərbalay. Ağsaqqal deyir ki, bunların hamısı deyir, yəni xaricdən gəlib bu mebellər. Hamısı. Buna bax. Bax. Bax.
Görsən, hamı sensorla istifadə. Laminatına kimi hamısı qardaşım. Yəni ucuz bir şeydən istifadə olunmuyor. Ağsaqqal deyir, canımı qoymuşam bu evə, canımı. Qardaş. Bu da növbəti bir. Buradan da balkona çıxışımız var. Desk otağımızı belə deyək qardaşım. Ümumilikdə evimiz 6 otaq, 3 hamam sanuzel, 1 qardırop, daha doğrusu 2 qardırobdan ibarətdir qardaşım. Evimiz artıq 450 kvadrata yaxındır qardaşım. Burada qardaşım belə hamam sanuzelimizi və geniş. Burası istifadə eləmədikləri üçün ora 5 dənə yığıblar dəyərli izləyicilər. Və qalxaq sizə 3-cü mərtəbəni göstərim. Gəl Şərbəla, gəl. Gəl qardaşım. Mən səhv dedim. Evdə 4 dənə hamam sanuzel var. Burası ikisindən istifadə edirlər səhv eləmirəmsə. İkisindən, üçündən. Bax, burada da belə veşlər yığılıb. Yəni istifadə olunmur. Yəni qardaşım, deyim bir. Bura bizim 3-cü mərtəbəmizdir. Burada da 2 otaqdır. Bax, yol da buradan var. Görsənir, bax. Şərbəla, bax. Yolda görsənir. Yol görsənir. Yolla 50 metr məsafəsi. Hələ bir dənə mənzərə göstərəcəm sizə. Bu ikinci mərtəbədə olan birinci otağımızdır. Yəni bir dənə mənzərəyə bax. Mənzərəyə bax. Gör haradır mənzərə, ona bax. Birbaşa bax. Ceyranbatan gölünə mənzərə. 390 min manata bu ev. Yəni həqiqətən qardaşım. Deyərəm ki, çox ucuzdur da qardaşım. Bu da növbəti bir, belə deyim də, 6-cı bir otağımız. Allah alanı da satanla xeyir versin inşallah. 114 əmlak olaraq hər bir müştərimizin xidmətindəyik və tələsin 1 milyon manatlıq villa bugünkü gündə 390 min manata qardaş. Allah alanı da satanla xeyir versin. 114 əmlak olaraq hər birinizin xidmətindəyik.